Yeni videomuzdan herkes salamlayıram dostlar. Mən İlkin Mustafayev. Bugün sizlərlə birlikdə maraqlı bir avtomobilin icmalını eləyəcəyik və bu avtomobil hansı ki 1966-cı ildən bəri istehsal olunur və günümüzə qədər 55 milyondan çox satış hədəflərinə çatıb. Bu hansı avtomobildir? Qarşınızda 12-ci nəsil Toyota Corolla. 12-ci nəsil Toyota Corolla əslində sadə bir dizayn dəyişikliyi deyil. Corolla'nın texniki fəlsəfəsini dəyişdirən bir modeldir. Çünki bu modeldə ciddi şəkildə dəyişikliklər olub artıq. Öncəki nəsildən yeni nəslə doğru ciddi bir addım keçib artıq. Hazırda biz icmalını etdiyimiz bu avtomobil Yaponiyanın sırf olaraq Avropa bazarı üçün istehsal olunmuş bir modelidir. Avropa bazarı bunu xüsusi nəyə görə vurğulayıram? Çünki bu avtomobil Avropanın ən qatı testlərindən keçib. Elə biri Euro NCAP testlərindən yüksək ulduz alıb. Həm qəza testləri, həm sürücü və sərnişinlər üçün olan təhlükəsizlik testləri və bir çox testlərdən yüksək nəticə alan bu avtomobil artıq bizim icmalımızdadır. Və avtomobildə hansı dəyişikliklər olub, yeni platforma, yeni arxitektura və 12-ci nəsildə biz nələri görürüksə, onların hər birini mən sizə bu videoda izah eləyəcəm. İlk öncə istəyirəm ki, ön hissədən başlayayım. Avtomobilin öncəki 11-ci nəsildən olan hissələrindən müəyyən detalları biz görə bilərik əslində burada. Amma 12-ci nəslə aid olan yeni detallar, elementlər var ki, hansı ki, bu ən əsası təhlükəsizlik sistemidir. Birinci növbədə sizə danışım 12-ci nəsil Toyota Corolla'nın platformasından. Çünki bu avtomobil TNGA arxitekturasının GAC platformasında istehsal olunub. Bu nə deməkdir? Mən sizə detallı şəkildə izah eləyəcəm. İlk növbədə bu avtomobilin ağırlıq qüvvəsi tam mərkəzi olaraq aşağı salınıb və avtomobilin artıq salon səs izolyasiyası bizim sevdiyimiz bir şeydir də daha səssiz olub, daha premium olub. Təbii ki, salon materiallarında da artıq daha premium materiallardan və yumşaq materiallardan istifadə olunub. Bu avtomobildə təhlükəsizlik sistemləri baxımından ilk dəfə olaraq Toyota Corolla'da TSS sistemindən istifadə olunub. Onu da mən sizə detallı şəkildə izah eləyəcəm təbii ki. TSS sistem nədirsə, Euro NCAP bu sistemə bütün Toyota avtomobillərində 5 ulduz verib. Daha sonra bu avtomobilin metal gövdəsi 60% daha artırılıb və daha möhkəmləndirilib. Və sükan reaksiyası daha dəqiq oldu. Çünki siz yol tutumunu artıq bir öncəki Corolla'lara nisbətən daha yaxşı şəkildə hiss eləyəcəksiniz. Və bu da sizə nə verir? Əlavə yol tutumu, əlavə komfort verir. Üstəlik kadrlardan da görəcəksiniz ki, müəyyən daşlıq ərazilərdən keçəndə siz rahat şəkildə çox yumşaq bir formada keçəcəksiniz. Mən avtomobilin ümumi gövdəsinə keçmədən öncə istəyirəm mühərrikxananı açım və sizə mühərrikdən danışım, daha sonra digər texniki məlumatlar verim. Mühərrikxanaya baxdığımızda bu avtomobil 1.6 litrlik atmosferik bir mühərrikə sahibdir. Təbii ki, bu sırf benzin mühərrik avtomobildir. Bu Corolla'ların hibrid mühərrikləri də var. Amma sizə bir dənə sir verim. Hibrid mühərrik Corolla'lar benzin Corolla'lardan nisbətən bahadır. Üstəlik sərfiyyatları da aşağı-yuxarı eynidir. Yəni benzin mühərrik Corolla'da alsanız heç də uduzmuş olmazsınız. Əksinə qazancınız olacaq. Çünki daha ucuz alacaqsınız və sistemləri daha sadədir. Bu avtomobil 121 at gücüdür və 156 Nm tork hasil eləyir. Təbii ki, bu da istəyir şəhərçi, istəyir də şəhərdən kənar hərəkətdə çox rahat şəkildə istənilən anlarda bizi xilas eləyə bilir və rahat şəkildə də hərəkət eləyə bilir. Və kondisionerlə də təbii ki, rahat istifadə eləyə bilərsiniz bu avtomobili. Gəlin avtomobilin askı sistemindən danışım sizə. Ön hissə McPherson'dır. Arxa hissə isə 12-ci nəsil Toyota Corolla'larda double wishbone istifadə edilib artıq. Təbii ki, bu da avtomobilin komfortuna artıq ciddi şəkildə təsir eləyir. Ona görə siz artıq 12-ci nəsil Corolla'nı istifadə elədiyinizdə bu yumşaqlığı rahat şəkildə hiss eləyəcəksiniz. Təbii ki, bu avtomobilin C segment bir avtomobil olduğu hər kəsə bəllidir və üstəlik olaraq da şəhərdə artıq bir çox Corolla'ları siz rahat şəkildə görmüş olursunuz. Amma yenə də mən bu avtomobilin ölçülərini də sizə demək istəyirəm. Uzunluğu 4.6 metrdir, kifayət qədər uzundur. Eni isə avtomobilin 1.8 metrdir, hündürlüyü isə 1.4 metrdir. Çox rahat şəkildə bu avtomobil yığcam bir sedan avtomobil kimi şəhərdə istifadə eləyə bilərsiniz. Üstəlik yerdən hündürlüyü isə bir öncəki nəsildə 144 mm olmasına baxmayaraq, bu avtomobildə hazırda 140 mm-dir. Çünki bu avtomobil TNGA arxitekturası GAC platformasındadır. Təbii ki, o da özünü sürüş tərzində çox ciddi şəkildə göstərir. Biz avtomobilin təkərlərinə baxdığımızda isə Bridgestone təkərlərdir və 16-lıq təkərlərlə təchiz olunur. Yəni sizə bagaj həcmini də göstərim.
Bagaj hissəsinə keçməmişdən öncə arxası haqqında kiçik bir detalları izah edeyim. Burada bagaj üstü bizim bir spoilerimiz var. LED stoplar, həmçinin halogen dönmə işıqları və geriyə hərəkət işıqlarımız var. Ümumi olaraq isə 12-ci nəsil Corolla'nın arxa sərt cizgiləri, təbii ki, Toyota ənənələri sadiq qaldığına görə sərt cizgilər də öz yerindədir. Bagajımızı açırıq. Burada bir düyməmiz var və mexaniki bir bagaj qapımız var. Biz bagaja baxdığımızda burada kiçik bir xalça var, nazik bir xalça. Və aşağı hissədə də ehtiyat təkərimizi görə bilirik və maraqlı bir nüans. Hər avtomobildə olmayan bir məsələdir. Ehtiyat təkərimiz avtomobilin öz üzərindəki disklə birəbir eynidir. Əlavə olaraq burada açar dəstimiz və qaldırıcı kranımız da mövcuddur ki, rahat şəkildə ehtiyat təkərimizi dəyişə bilək. Ümumilikdə bagaj həcmimiz 470 litrdir. Rahat şəkildə böyük bir əşyalarınızı da avtomobildə daşıya bilirsiniz. Gəldik sərnişinlərin sevimli məkanına, yəni arxa oturacaqlara. Əslində bir C segmenti avtomobil olduğu üçün bu avtomobildə o qədər də çox funksionallığı biz görə bilmərik. Çünki sadə bir avtomobildir. Həm komplektasiya cəhətdən, həm ümumi avtomobilin arxitekturası cəhətdən sadə bir avtomobildir ki, uzun ömürlü olsun. Ona görə arxa oturacaqlarımızı bu hazırda orta komplektasiya bir avtomobil olduğuna görə oturacaqlarımızın parça olduğunu biz görə bilərik. Daha üst komplektasiyalarda isə bu avtomobilin oturacaqlarını dəri görməyimiz mümkündür. Amma xüsusi bir məqam var. Avtomobilin digər hissələrində arxa hissədə biz plastikləri görə bilsək də, ön hissəyə keçdiyimizdə mən sizə göstərəcəm ki, artıq səssizliyi o qədər artırıb ki, Toyota artıq ön hissədə demək olar ki, plastiklər yox səviyyəsindədir. Təsəvvür edin, Toyota Corolla'da plastiklər yox səviyyəsindədir və hər biri yumşaq üzləmə ilə əvəz olunub. Arxada isə bizim burada sərnişinlərimiz üçün bir qolaltımız mövcuddur, 2 ədəd stəkan qabı var, kondisionerin havalandırma çıxışı mövcuddur, diz məsafəmiz kifayət qədərdir, həmçinin baş məsafəmizdə biz buradan görə bilərik ki, sərnişinlər rahat şəkildə əyləşə bilər. İndi keçək sürücü oturacağına, oradan da sizə həm ümumi avtomobilin salonunu göstərib, həm də sürüşdə maraqlı detalları izah edəcəm. Gəldik əsas məsələyə, yəni sürücü hissəsinə. Deməli, sürücü hissəsində biz artıq rahat şəkildə daha geniş bir bucaqla görə bilirik hər tərəfi. Az öncə arxada sizə göstərdiyim bəzi detallar var idi ki, artıq ön tərəfdə həmin hissələr daha yumşaqdır, daha səssizdir. Misal üçün, ön tərəfdə biz panelə baxdığımızda bu panelin hər biri yumşaq detallardan hazırlanıb, artıq plastik deyil. Amma plastik də görürük təbii ki burada. Yalnızca qapının hissələrini biz plastik görə bilirik. Eyni zamanda parça hissələr də var. Oturacaqlarımız da təbii ki parça ilə davam edir. Amma plastiklərdən Toyota artıq daha az istifadə etmiş olub. Ümumi olaraq biz sürücü konsoluna baxdığımızda sükan multimediyalıdır, həmçinin cruise control var. Təbii ki bu da TSS-in tələbidir. Onu da sizə detallı izah eləyəcəm. Sürücü alətlər paneli 8 düymlük bir ekrandır. Həmçinin mərkəzi displey 7 düymlük bir ekrandır. Amma hazırda biz icmalını etdiyimiz bu Corolla orta komplektasiya bir Corolladır. Bunun bir üst komplektasiyası, yəni ənənəvi dildə desək full komplektasiyadır. Artıq 12.3 düymlük sürücü alətlər paneli var. 10.5 düymlük isə mərkəzi ekran mövcuddur. Təbii ki bizim burada bir klimat kontrolumuz da var. 2 zonalı klimat kontroldur. İstəyərsinizsə manual rejimdə istifadə edirsiniz, istəyərsinizsə avto rejimdə istədiyiniz temperaturu tənzimləməyiniz mümkündür. Təbii ki 2 zonalı klimat kontroldur deyirəm, ancaq az öncə də göstərdiyim kimi arxada da kondisionerin havalandırma kanalları var. Əlavə olaraq bu avtomobil 2 rejimdə sürüş tərzi var. Həm normal, həm sport rejimdə. Eko rejimi də var. Yəni sizin sürüş tərzinizdən asılı olaraq bu avtomobil eko rejimdə də hərəkət edir və yanacaq qənaətini daha yaxşılaşdırmış vəziyyətdə siz idarə eləyə bilirsiniz. Və biz hərəkətə başlayaq. Hazırda avtomobil işə düşüb. Və sizə deyim ki, avtomobilin artıq izolyasiyası daha yaxşı olduğuna görə və daha üst, bir növ belə desək, Toyota'nın özü dilində desək, premium səviyyəyə çatdırdığına görə artıq mühərrikin səsini biz eşitmiş olmuruq. Və hərəkətə başlayırıq. Mən istəyirəm ki, avtomobilin təhlükəsizlik sistemlərindən danışım, çünki videonun başından bəri dediyim TSS sistemi artıq 12-ci nəsil Corolla'da biz rahat şəkildə görə bilirik. TSS sistemi nədir? Bu bir paket formasındadır. Yəni TSS sistemə cruise control daxildir. Daha sonra təhlükəsizlik üçün qəza əleyhinə sensorlar daxildir. Maniyəni gördükdə artıq avtomobil ani olaraq saxlanma eləyir və yaxud da bu avtomobildə xüsusi olaraq toqquşma əleyhinə sensordan əlavə olaraq
Toqquşmadan yayınmaq üçün yüngül sükana müdaxilə də daxildir. Həmçinin yaxın və uzaq işıqların avtomatik idarə olunması və bir çox sistemlər var ki, artıq TSS sistemə bir paket formasında əlavə olunub və hazırda 12-ci nəsil Corolla'da biz bu sistemi görə bilirik. Və sizə onu da deyim ki, Euro NCAP-dan bu sistem 5 ulduzu alıb və rahat şəkildə Toyota öz avtomobillərini artıq bu sistemlə təchiz eləyir. Mühərrik haqqında danışmışdım sizə, 1.6 atmosferik bir mühərrikdir. Amma hibrid Corolla səviyyəsində bir yanacaq sərfiyyatı var. Yəni 6-7 litr aralığında yanacaq sərfiyyatı var. Ümumi yanacaq çəninin həcmi isə 50 litrdir. Yəni siz istənilən formada bu avtomobili tam dolu çəni ilə həm şəhər içi, həm də şəhərdən kənar məsafələrə rahat şəkildə istifadə edə bilərsiniz. Toyota Corolla'nın detallı icmalını sizlərə təqdim etdim. Üstəlik biz həmişə avtomobil alarkən nəyi düşünürük? Fikirləşirik ki, bəs bir müddət sürdükdən sonra bu avtomobili satsaq necə sata biləcəyik? Rahat olacaq yoxsa yox? Bu avtomobil tam benzin mühərrikdir, hibrid deyil. 60 ildir ki, istehsal olunur, 55 milyondan çox satışı olub bu avtomobilin. Təbii ki, artıq burada sual qalmır. Çünki hibrid və ya elektromobil olduğunda ağılda suallar çox olur. Bəlkə mürəkkəb sistemdir, bəlkə satışında hansısa problemlər yaşayacaq. Xeyr, bu artıq sadə Toyota Corolla olduğuna görə həm satışı, həm sürüşü, həm istifadəsi ümumiyyətlə rahat bir avtomobil olacaq sizlər üçün. Üstəlik, siz bu avtomobili əldə etdiyinizdə Toyota mərkəzlərində təmir imkanı verən Toyota Kasko xidmətlər təklif olunur. Həmçinin Toyota Trading proqramı ilə öz avtomobilinizi gətirib Toyota sahibi də ola bilərsiniz. Hazırda isə endirimli xüsusi təkliflə Toyota rəsmi dilerlərindən siz bu avtomobili 10 il və ya 190 min kilometr zəmanətlə əldə eləməyiniz də mümkündür. Növbəti videoda görüşərik.